müxtəlif dərəcələri var oruç tutan insanların. Bir dəstə insanın orucu ancaq bundan ibarətdir ki, orucu batil eləyən şeylərdən çəkinsinlər. Risalədə yazılıb, filan əməllər orucu batil eləyər. Məsələn, insan çörək yesə orucu batil olar. Məsələn, insan başını suya batırsa, hovuzun içinə girsə, dənizin içinə baş vursa, orucu batil olar. Əlbəttə, suyun yuxarıdan başın üstünə axmasına şamil olmur. Başı suya batırmaq, yəni dənizə baş vurmaq, hovuza baş vurmaq. Və yaxud sübhə qədər cənabətli qalarsa bir insan, sübh azanına qədər cənabət quslu almazsa orucu batil olar. Bunlar hamısı orucun əhkamıdır, hökmləridir. İnsan var, orucu ancaq bundan ibarətdir ki, baxsın, görsün bu şeylərə əməl eləyib ya yox. Diqqəti bundadır ki, nəbadə bir şey yeməyim, nəbadə filan orucu batil eləyən əməlləri eləməyim. Bu, oruç tutmağın ən aşağı dərəcəsidir. Orucun ən aşağı dərəcəsi budur ki, insan orucu batil eləyən şeylərdən çəkinsin. Bu, orucun vacib hissəsidir və oruç tutmağın ən aşağı hissəsi, ən aşağı dərəcəsi orucun hökmlərinə təkcə əməl eləməkdir. Bir dəstə ancaq orucu bundan ibarətdir. Amma başqa bir dəstə insanlar var ki, bu ilə kifayətlənmir, bu ilə qane olmur. Oruc onlar üçün daha geniş bir şeydir, daha ali bir şeydir. Orucun ədəbləri var, orucun sirləri var. Mühüm olanı bu məsələlərdir. Orucun ən aşağı dərəcəsi onun ehkamıdır. Orucun daha ali dərəcəsi orucun ədəb və əsrarıdır, ədəbləri və sirləridir. Orucun ədəblərindən biri, Ramazan ayının ədəblərindən biri nədir? Quran oxumaq. Bu ayda möminlər Quran oxumağa can atırlar. Niyə? Mənası nədir? Quran oxumaq hər vaxt yaxşıdır. Amma şəhru Ramazan əlləzi unzilə fihil Quran. Quran buyurur, Ramazan ayı o aydır ki, Quran bu ayda nazil olur. Allah Quranı Peyğəmbərin qəlbinə mübarək olan Ramazan ayında nazil eləyir. Ona görə də bu ayda bir ayə Quran oxuyan başqa ayda Quranı xətm eləməyin savabına nail olur. Deyirsən, Bismillahirrahmanirrahim və yaxud deyirsən, Qul huvəllahu əhəd. Bu bir ayədir, Qul huvəllahu əhəd. Bu bir ayənin savabı Rəcəb ayında, Şaban ayında, Məhərrəm ayında, başqa aylarda Quranı başdan ayağa oxumağının savabı qədərdir. Bir dənə Qul huvəllahu əhədin savabı. Bir dənə İnna ənzəlnahu fi leylətil qədr. Bunun savabı. Maliki yevmiddin. Bu ayədir, bir ayədir. Bunun savabı başqa aylarda Quranın bütün 114 surəsini başdan ayağa oxumağın savabına bərabərdir. Ramazan ayının ədəblərindən biri budur ki, möminlər Ramazan ayında Quran oxuyurlar. Çünki Quran bu ayda nazil olub və insan da əziz bir varlığı ədəblə qarşılayar. Ona görə Quran oxumaqla sanki Quranı qarşılayırlar. Bu Ramazan ayının ədəblərindən biridir. Kim Quran oxuya bilmir, vacibdir gərək öyrənsin. Adam var 5 ildir, 10 ildir namaz qılır, hərfləri öyrənib qutara bilmir. Bu ayıbdır insan üçün. Ayıbdır insan üçün ki, insan öz kitabını oxuya bilmir. Ərəbcəsini oxuya gərək insan Quranı, hərflərini öyrənə. Öyrənə və oxuya Ramazan ayında, başqa aylarda. Quran oxumaq lazımdır insanlara, insanın ruhuna qidadır. Peyğəmbər buyurur ki, Quran Allahın mənəvi qidasıdır, insanlara verir. Bu ay ziyafət ayıdır. Peyğəmbər buyurur, Haza şəhrun du'itum fihi ila ziyafətillah. Bu ay elə bir aydır ki, Allah dəvətnamə göndərib, özünün ziyafətinə, qonaqlığına çağırıb sizləri. Allah Ramazan ayının birinci günündən bütün insanları ziyafətə çağırır. Deyir, hamınız mənə qonaqsınız. Kim oruç tutdu, bu dəvəti qəbul elədi. Kim oruç tutmadı, dedi, ilahi, gəlmirəm sənin ziyafətə. İstəmirəm mən.
Allah bunu qonaq çağırdı, bu Allahın qonaqlığına getmədi. Amma o adamlar ki, Ramazan ayının orucunu tutdu, bu ziyafəti qəbul elədi. Ziyafətdə insanın qabağına yemək qoyarlar. Ev sahibi nə qədər kəramətli şəxs olsa, bir o qədər süfrəsi zəngin olar. Kərim olan Allah bu ayda ziyafət verir, insanları dəvət edir, insanların qarşısına Quranı süfrə kimi sərir. Quran insanların bu ayda, bu ziyafətdə mənəvi qidasıdır. Quran bu ayın mənəvi qidasıdır. Bu ayda möminlər Quranı çox oxuyarlar. Günə bir cüz Quran oxuyarlar. Onlar ki, oxuya bilmirlər, hələ öyrənməyiblər, yaxşı olar Quranı açıb qarşısında qoysun, Quranın vərəqlərinə, hərflərinə baxsın, o da savabdır. Quranın hərflərinə nəzər salmaq. Bilməyənlər də öyrənsin. Ramazan ayının ədəblərindən biri nə idi dediyi? Quran oxumaq. İkincisi nədir? İkincisi dua eləmək, Allaha tərəf getmək, Allahın dərgahına üz tutmaq. Niyə? Çünki Allah çağırır bizi. Deyir, gəlin, kim məndən nə istəsə bu ayda verim. Kim məndən bağışlanmaq istəsə bağışlayım. Peyğəmbər buyurur, ən bədbəxt adam, bilirsiniz kimdir? Ən bədbəxt adam. O adamdır ki, Ramazan ayı gəldi, getdi, bu bağışlanmadı da, bundan bədbəxt adam yoxdur. Bu heç vaxt bağışlanmaz. O adam ki, Ramazan ayında özünü bağışlatdıra bilmədi, dünyanın ən bədbəxt insanı o insandır. Peyğəmbər xutbə oxudu, məşhur Şabaniyyə xutbəsi. Ey insanlar, Allahın ayı sizə tərəf gəlir. Gəlir, özü ilə bərəkət, rəhmət və məğfirət gətirir. Allahın rəhməti bu ayda sizə tərəf gəlir. Allahın bərəkəti gəlir. Allahın bağışlanması gəlir. Allah sizi çağırır, gəlin mənlə danışın, mənim huzurumda diyanın, əlüzü mənim dərgahıma qaldırın, mən də sizi bağışlayayım. Nə hazrətiniz olsa mən verin. Ədəbli adamlar dururlar, Allahın huzurunda ibadət edirlər, dua edirlər, Allahın dərgahına əl uzadırlar. Orucun ədəblərindən biri budur. Ədəbsizlik olar da biri bizi çağıra qulaq asmayaq. Allah da bizi çağırır ki, gəlin bağışlayayım, ədəbli adam dərhal Allahın huzuruna gedir. Peyğəmbər buyurur, azad deyilsiniz siz. Siz öz ruhunuzu həbs eləmişsiniz. Günahlarla ruhunuzu qəfəsə salmışsınız. O qəfəsdən azad olun, necə? İstiğfarla, tövbə ilə. Bu ayda bağışlanmaq istəyin Allahdan, Allah da hökmən bağışlayar, hökmən. Heç zərrə qədər şəkk eləməyin. O qəfəsi bir-bir, hər gün bir qolunu sındırın o qəfəsin ki, orucluğun axırında azad olasınız, ruhunuzu azad eləyəsiniz. İl boyu günahlarla ruhunuzu qəfəsə salmışsınız. Bu ayda istiğfarla azad eləyin, uzun səcdələr eləyin. Keçən aylardakı səcdə ilə bu aydakı səcdənin fərqi biraz olsun. Hər gün gecə ən azı 2 rükət namaz qılın, namazdan sonra səcdəyə gedin. Heç olmasa bir 10 dəqiqə səcdədə qalın, Allahdan istəyin. 10 dəqiqə heç olmasa səcdədə qalın. Ona gücü çatmır, 5 dəqiqə qalın səcdədə. Uzun səcdələrlə çiyinizdə olan günah yükünü tökün yerə. Bu ay sizə fürsət düşür. Bu ay fürsətdir sizə.